hər kəsə. Xüsusilə buraxılış imtahanı verəcək 11-ci siniflər bu videonu diqqətlə izləsinlər. Çünki Fes Akademiyada buraxılış imtahanına hazırlıq məqsədi ilə keçirdiyimiz sınaq imtahanının izahını bu videoda təqdim edəcəm. Maraqlı sual tipləri var. Abituriyentlərin əksəriyyəti sınağı işləyərkən burada 2-3 sualı mütləq demək olar ki, səhv yazdılar və o suallar da daxil olmaqla bütün digər həm mətn, həm də qrammatika suallarının izahını burada təqdim edəcəm. Videonun sonunda artıq bu tipdə sualları necə işləmək lazım olduğunu öyrənmiş olacaqsınız. Əvvəlcə mətnlə tanış olaq. Bildiyimiz kimi imtahanda bir publisistik, bir bədii mətnimiz olur. Mən mətni oxumayacağam, səsləndirməyəcəm. Düşünürəm ki, özünüz oxusanız daha yaxşı, vaxt itkisinə yol verməyək, videonu saxlayaraq oxuyun və ondan sonra sualların izahını mən sizə təqdim edeyim. Deməli, birinci sualda deyilir ki, Ayselin ürəyində oxumaq arzusu o tutub yanırdı cümləsində fərqləndirilən ifadə hansı funksiyada işlədilmişdi? O tutub yanmaq. Biz bildiyimiz kimi sözlərin 3 funksiyası olur. Birincisi informativ, ikincisi deməli terminoloji, üçüncüsü isə poetik funksiya. İnformativ funksiya sözün həqiqi mənada işlənməsidir. Terminoloji funksiya sözün termin kimi işlənməsi, poetik funksiya isə sözün məcazi mənada işlənməsi deməkdir. O tutub yanmaq ifadəsi məcazi məna ifadə etdiyi üçün poetik funksiyada işlənmiş sayılır. C variantı olacaq cavabımız. Növbəti sualda isə frazeoloji birləşmələrdən hansının mətndəki ruhdan düşməmək ifadəsi ilə məna yaxınlığı olduğu soruşulur. Ruhdan düşməmək deyirsə, ümidini üzmək bunun əksidir. Bizdən məna yaxınlığı soruşur. Əlini üzmək olmaz, ümidini itirməmək olacaq burada. Ümidini itirməmək, ruhdan düşməmək, bunlar yaxın mənalı sayılacaq. Gözündən düşmək və ürəyinə salmaq ifadələrinin isə yuxarıdakı frazeoloji birləşmə ilə məna yaxınlığı yoxdur. Növbəti sualda isə mətnin üslubuna uyğun gələn xüsusiyyətlər hansı vəhddə düzgün verilib soruşulur. Gördüyümüz kimi mətn bədii üsluba aid bir təhkiyə əsasında formalaşan, yəni nəql etmə yolu ilə yazılan bir mətndir. Hadisələr danışılır, süjet xətti var. Deməli, bədii üslubdursa, bədii üsluba aid xüsusiyyətlərə nəzər salsaq, obrazlıq, emosionallıq, sonra frazeoloji birləşmələrdən, sözün poetik funksiyasından istifadə, emosionallıq burada əsasdır. Deməli, bu dediklərimdən D variantında biz görə bilirik ki, frazeoloji birləşmələrdən istifadə, sözün poetik funksiyası, bu xüsusiyyətləri seçmək olar. Aydınlıq, anlaşıqlılıq, kütləvilik aiddir publisistik üsluba. Konkretlik, yığcamlıq aiddir elmi üsluba. Obrazlıq isə aiddir bədii üsluba. Burada 2 üslubun xüsusiyyəti verilib. Dəqiqlik, sərbəstlik, emosionallıq. Dəqiqlik elmi üslubdur. Sərbəstlik məişət üslubudur. Emosionallıq da bədii üslubdur. Bu da olmaz. E variantında isə dialoji nitq forması. Bu aiddir məişət üslubuna. Sərbəstlik yenə məişət üslubuna aiddir. Sadəlik məişət üslubuna aiddir. Deməli, cavabımız olacaq D variantı. Növbəti suala baxaq. Aşağıdakı cümlələrdən hansında sözlərin hamısı informativ funksiyada işlənmişdir? Bayaq qeyd etdik, informativ funksiya sözlərin həqiqi mənada işlənməsi deməkdir. A variantında onun hekayəsi sübut etdi ki, zəhmət heç vaxt yerdə qalmır. Hekayə sübut etdi deyəndə artıq biz burada sübut etmək feilinin məcazi mənada işləndiyini görürük. Deməli, poetik funksiya var. Aysel kiçik bir kənddə böyümüşdü. Buradakı sözlərin isə hər biri həqiqi mənasında işlənib. Heç bir məcazi mənaya rast gəlmədik və yaxud da terminoloji funksiyada rast gəlmədik. C variantına baxsaq, ot tutub yanır. O arzunun ot tutub yanmağı deməli poetik funksiyadır, bunu da çıxırıq. Anasının gözlərində sevinç yaşları parıldayırdı. Bu obrazlı ifadədir, bu da bədii üslubdur. Axşamlar yorğun gözlərlə kitab oxuyurdu. Bu nümunədə isə yorğun gözlər ifadəsində epitet var, yəni bədii üslubun xüsusiyyəti var. Cavab olur B variantı. Növbəti sualda mətndə 61-ci sual deməli, mətndə hadisələrin inkişafında əsas səbəb-nəticə əlaqəsi hansıdır? Deməli, mətnin məzmununu artıq oxumuşuq, bilirik və oradan yola çıxaraq cavablara baxaq. Maddi imkanların az olması, Ayselin məktəbi tərk etməsi. Maddi imkanların azlığına görə Aysel məktəbi tərk etmir. Bu yanlış səbəb-nəticədir. Kənd mühitinin təsiri Ayselin ümidini itirməsi. Xeyr, Aysel ümidini itirmədən davam eləyir. Əzm və zəhmət, ali məktəbə qəbul. Bəli, zəhməti və böyük səyi nəticəsində Aysel sonda universitetə qəbul olmuşdu. Müəllimlərin biganəliyi, uğursuzluq. Müəllimlər biganə yanaşmır, hər kəs ona dəstək olurdu və nəticədə
nəticədə uğur qazanıldı. Ona görə D də yanlışdır. Ayselin maddi imkanının zəif olması yüksək nəticə. Maddi imkanının zəif olması da var, yüksək nəticə də var. Amma bunlar arasında səbəb-nəticə əlaqəsi yoxdur. Yəni Ayselin maddi imkanı zəifdir deyə yüksək nəticə qazandı demək olmaz. Bunlar bir-biri ilə yanlış səbəb-nəticə əlaqəsindədir. Ona görə cavabımız olur C variantı. Yəni ayrı-ayrılıqda iki doğru fikir ola bilsə də bir-biri ilə səbəb-nəticə əlaqəsində olmadıqlarına görə bu variantı seçmirik. Növbəti suala baxaq. Mətnin ideyasını ən dolğun ifadə edən fikir hansıdır? Kənddə yaşamaq insanı məhdudlaşdırır. Xeyr, Ayselin heç də kənddə yaşaması onun arzularını məhdudlaşdırmadı. Maddi imkan uğurun əsas şərtidir. Xeyr, maddi imkanı zəif olsa da deməli uğur qazanmaq mümkün olduğunu sübut etdi. Qızların təhsil alması çətindir. Burada cinsi ayrı seçkiliyə yol verilmir. Qız olduğu üçün çətinliklərlə qarşılaşır fikri yoxdur. Əzm və iradə ilə çətinliklər aşılır. Bu fikir doğrudur. Uğur təsadüf nəticəsidir. Xeyr, Aysel gecə-gündüz çalışırdı. Burada heç bir təsadüfdən söhbət gedə bilməz. Cavabımız olur D variantı. Ümid edirəm ki, bura qədər doğru işləmisiniz. Əgər sınağı işləməmisinizsə, yəni PDF halında və yaxud da sınağı saytdan işləməmisinizsə, o zaman hər sualdan əvvəl, yəni mənim izahımdan əvvəl videonu dayandırıb sualı özünüz işləyərək sonra izahına baxmağınız faydalı olar. Davam eləyək növbəti sualla. Mətnə əsasən uyğun fikirləri seçin. Ayselin ali təhsil almaq istəyi ailəsinin maddi vəziyyəti ilə üst-üstə düşmürdü. Doğrudur, bəli, onun ali təhsili üçün müəyyən məbləğdə maddiyyat lazım idi, amma yox idi. Buna baxmayaraq doğrudur, yenə də arzusuna çatır, amma ailəsinin maddi durumu ilə üst-üstə düşmürdü fikri doğrudur. Yəni çətinliklər yaşayırdı buna görə. Kənddə yaşayanların hamısı Ayselin oxumaq istəyini dəstəkləyirdi. Xeyr, əksəriyyət onun oxumaq istəyini dəstəkləyirdi, yox, oxumağına inanmırdı və ümidsiz idilər. Yəni düşünmürdülər ki, bu çətinliklərlə belə deyək, öhdəsindən gələ bilər. Çıxırıq. Aysel imtahanda uğur qazanacağına əvvəlcədən əmin idi. Əvvəlcədən əmin deyildi təbii ki, hətta imtahan günü də kifayət qədər həyəcan keçirir. Bu onun əminliyinə yəni işarə etməz. Ondan sonra yanlışdır deyir, deməli bəli doğrudur, götürmək olar bu fikri. Əvvəlcədən əmin idi, yanlış fikirdir, qabağında yanlış yazıldığı üçün uyğun fikirdir. Ayselin uğur qazanmasında əsas rol oynayan amil onun şəxsi əzmi olmuşdu. Deməli, əsas amil onun şəxsi əzmi olmuşdur, doğru fikirdir. Amma ehtimal yazılıb bura. Ona görə də bu fikirdə uyğunsuzdur. Bizə cavab olaraq 1 və 3-cü fikirlər lazımdır. Cavab olur A variantı. Ondan sonra mətnin plan bəndlərinin doğru ardıcıllığını müəyyən edin. Təcrübəmdən yola çıxaraq deyim ki, bir çox abituriyentlər mətnin planını tərtib etməkdə çətinlik çəkirlər. Əgər sizin də belə çətinliyiniz varsa, rəydə bildirin. Bununla bağlı yenə bir video izah çəkərəm və sizə daha sadə formada bunu izah edərəm. Mətnin plan bəndlərinin ardıcıllığını yazmaq üçün biz hadisələrin baş vermə ardıcıllığına baxmalıyıq. Mətndə imtahan nəticələrinin açıqlanması və uğur bu hardasa sonlarda özünü göstərəcək. Ondan başqa, Ayselin ailə durumu və maddi çətinliklər bu əvvəllərdə ola bilər. İmtahana hazırlıq prosesi və qarşıya çıxan maneələr. Birinci ailə durumu haqqında məlumat verilir, sonra imtahana hazırlıq prosesində maneələr, ondan sonra imtahan günü və daxili mübarizə, yəni onun həyəcanı filan, ən sonda da nəticələrin açıqlanması və uğur. Deməli B, C, D, A. Doğru cavab A variantı olacaq. Növbəti suala baxaq. Mətndə fərqləndirilmiş cümləyə aid doğru fikri seçin. Mətndə fərqləndirilmiş cümləmizə gəlin baxaq. Kitabların səhər səhifəsini oxuyanda özünü sanki bir pillə yuxarıda hiss edirdi. Belə bir cümləmiz var. İndi görək nə soruşulur bizdən. Mətnin üslubuna aid heç bir xüsusiyyət yoxdur. Bizdən nəyə doğru ya yanlış fikir soruşurdu. Deməli, doğru fikri soruşur. Kitabın hər səhifəsini oxuyanda özünü sanki bir pillə yuxarıda hiss edirdi, var. Yəni, obrazlı şəkildə qurulmuş bir cümlədir. Deməli, yoxdur deyirsə səhv deyir, bu fikir olmaz. Terminoloji funksiya daşıyan sözə rast gəlinir. Xeyr, həmin cümlədə termin yox idi. Mətnin giriş hissəsinə aiddir. Xeyr, əsas hissəyə aiddir. Əks olunan fikir mətnin baş qəhrəmanı haqqındadır. Bəli, bu fikir doğrudur. Orada yazılan fikir, yəni kitabların səhifəsini oxuduqca özünü daha bir pillə daha yuxarıda hiss edirdi fikri. Aysel haqqındadır. Aysel də mətnin, yəni hadisələrin baş qəhrəmanıdır. Mətndəki əsas fikir bu cümlə vasitəsilə ifadə olunub. Xeyr, mətnin əsas fikrini ifadə edəcək bir cümlə deyil bu.
Mətnə aid fikirlərdən biri doğru və ya yanlış olma baxımından digərlərindən fərqlənir. Bu tip suallar son dövrlərdə daha çox istifadə olunur testlərin tərtibində və çətinlik çəkir bundan bağlı abituriyentlər. Niyə? Çünki bizdən konkret olaraq yanlış və ya konkret doğru fikir soruşmur. Ona görə də biz variantların 5-nə də əmin olmalıyıq ki, hansının doğru, hansının yanlış olduğunu bilək və fərqli olan variantı seçə bilək. Deməli, hekayənin baş qəhrəmanı maddi rifah içərisində yaşayır. Xeyr, maddi rifah, yəni yaxşı bir maddi vəziyyətə sahibdir deməkdir, amma burada çətinliklə yaşayırdı. Deməli, bu yanlış fikir. Təhsil almaq arzusu onun yaşadığı çətinliklər nəticəsində mümkünsüz olur. Bu da səhvdir. Mümkün olur axırda. Arzusu reallaşır. Ayselin arzusu həyata keçəndən sonra ona inanmayanlar peşman olurlar. Belə bir fikir mətndə verilməyib. Səhv fikirdir. Çətinliklər məqsədə çatmağı çətinləşdirsə də, mümkünsüz edə bilməz fikri mətnin ideyası ilə əlaqəlidir. Bəli, bu doğru fikirdir. Məqsədə çatmaqda tək mübarizə aparan Ayselə dəstək olan yox idi? Xeyr, dəstək olanlar var idi, müəllimləri, anası və s. Deməli, mətndə, daha doğrusu variantlarda 4 yanlış bir doğru fikir var. Biz də doğru yanlış olma baxımından fərqli olanı seçəndə D variantını seçmiş oluruq. Bu tip sualları işləyəndə gördüyünüz kimi hər variantın doğru yanlışlığını mütləq şəkildə isbatlayın. Ondan sonra tək olan variantı seçin. Cavabınız düzgün olacaq. Növbəti mətnimiz astrologiya mətnidir. Bu isə publisistik bir mətindir. Yəni burada əsas xüsusiyyət informasiya təqdim etməkdir bizə. Publisistik mətnlərdə informativlik olur, aydınlıq, anlaşıqlılıq, kütləvilik, bu kimi xüsusiyyətlər özünü göstərir. Deməli, gəlin baxaq görək nə danışılır. Yəni daha doğrusu özünüz bunu oxuyun. Videonu saxlayaraq mətni oxuyun. Ondan sonra gəlin suallara birlikdə baxaq. İlk sualda deyilir ki, mətnin əsas məqsədi nədir? Astrologiyanı elm sahəsi kimi təqdim etmək, xeyr, mətn bu haqda deyil. Yəni, məqsədi bu deyil mətnin. Bürclərə inanmağı təşviq etmək bu da deyil. Çünki mətndə bürclərin doğruluğundan belə deyək də danışılmır. Belə deyək, bürclərin mütləq şəkildə doğru fikir, proqnoz verməyi barədə danışılmır. Yəni, ehtimallardan yola çıxaraq bürclər proqnoz verir. Bunu bizə izah etməyə çalışır. Ona görə də B variantı təşviq etmək, yəni belə deyək də insanları buna təhrik etmək mənasındadır. Xeyr, belə bir fikir yoxdur. Astrologiya haqqında informativ və neytral məlumat vermək. Bəli, yəni burada onun insanlar həyatındakı təsirindən danışır. Neytral şəkildə heç bir tərəfkeşlik olmadan, yəni astrologiyanı nə pisləyir, nə də tərifləyir. Sadəcə reallıqları bizə göstərir və biz neytral şəkildə oxuyaraq anlayırıq ki, bu sahə necə bir sahədir, inanmaq olar ya yox. Astrologiyanı tənqid etmək məqsəd bu da deyil, gələcək proqnozlar vermək bu da deyil. Demək, cavabımız olur C variantı. Növbəti sualda mətnə görə astrologiya hansı əsas məqama əsaslanır? Psixoloji müşahidələrlə əlaqəsi yoxdur. Göy cisimlərinin mövqeyindən əlaqəlidir, bəli. Bürclər göy cisimlərinin mövqeyinə görə proqnoz verə bilir. Statistik məlumatlarla əlaqəsi yoxdur, sosial araşdırmalarla yoxdur və tarixi sənədlərlə yoxdur. Cavab olur B variantı. Növbəti sualda deyilir ki, bürclər haqqında yazıların oxucular üçün əsas funksiyası nədir? Bu yazılar, bürclər haqqında yazılar oxuculara nə verir? Dəqiq proqnoz vermir, hüquqi məlumat vermir, ümumi istiqamətlər təqdim etmək bu olacaq, elmi nəticə vermir, tədris məqsədi də daşımır. Yəni, ümumi bir istiqamət verir, inanıb inanmamaq isə sənin öz əlindədir. Yəni, istərsən bu yoldan yola çıxaraq, yəni bu istiqamətdən yola çıxaraq qərarlarını verə bilərsən, istəməzsən inanmazsan, səni məcbur eləmir ki, buna inanmalısan. Ona görə də cavab olur C variantı. 70-ci sualda deyilir ki, mətnə əsasən doğru fikri seçin. Astrologiya çox qədim olduğu üçün elm sahəsi hesab edilmir. Onun elm olmamasının qədimliyi ilə əlaqəsi yoxdur. Sadəcə dəqiqliyi sübut olunmayıb deyə elm sahəsi deyil. Sübut olunmuş faktlara əsaslanmadığı astrologiya insanlar tərəfindən maraqla qarşılanmır. Əsaslanmadığı üçün burada bir qoşma olmalıydı. Deməli, sübut olunmuş faktlara əsaslanmadığı üçün astrologiya insanlar tərəfindən maraqla qarşılanmır. Xeyr, maraqla qarşılanır kifayət qədər. Astrologiyanın təqdim etdiyi məlumatlara tənqidi yanaşmaq və fərdi qərarları yalnız bu proqnozlara əsaslandırmaq lazımdır. Tənqidi yanaşmaq lazımdır, bura qədər doğru, amma fərdi qərarları yalnız bu proqnozlara əsaslandırmaq lazımdır. Fikri yanlışdır, olmaz.
Səma cisimlərinin öyrənilməsindəki çətinlik astrologiyanı populyar edən səbəbdir. Onların öyrənilməsindəki çətinlik populyar etməyib. Sadəcə insanlarda maraq yaranır ki, gələcək həyatları ilə bağlı, onların xarakterləri ilə, atacaqları addımlarla bağlı müəyyən bir proqnozlar verir və bu da insanlarda maraq doğurur. Müasir dövrdə astrologiya daha çox kütləvi platformalarda yayılıb. Bu doğrudur. Qəzetlər, jurnallar, kütləvi informasiya vasitələri, televizor, radio, sosial şəbəkələr bu haqda daha çox məlumatlar ötürür. Bu doğru fikirdir. Cavab oldu Y variantı. Mətnin üslubuna aid xüsusiyyətlər hansıdır? Bildiyimiz kimi mətn bayaq qeyd etdik, publisistik üslubda yazılıb. Elmilik elmi üsluba aid də olmaz. Kütləvilik var, aydınlıq var, amma tam variant olmadı. Yığcamlıq elmi üsluba aiddir, ardıcıllıq elmi üsluba aiddir, sistemlilik də elmi üsluba aiddir. Bunu da çıxmalıyıq. Kütləvilik, anlaşıqlılıq, aydınlıq bu, bəli, publisistik üslubun xüsusiyyətləridir. Obrazlıq, bədii, təkmənalılıq elmi üsluba aiddir. Bunu da çıxdıq. Çoxmənalılıq bədii üslubun xüsusiyyətidir. Sərbəstlik, məişət, emosionallıq bədii. Deməli, bunu da çıxırıq. Cavab qalır C variantı. Növbəti sualda deyilir ki, aşağıdakı fikirlərdən hansını mətndən çıxarılan nəticə hesab etmək olar? Astrologiya insan həyatını tam müəyyən edir. Xeyr, mətndən çıxan nəticə bu deyil. İnsan həyatını tam müəyyən edə bilməz bu təbii ki. Bürclərə inanmaq mütləqdir, bu fikirdə aşılanmır. Astrologiyaya tənqidi yanaşmaq vacibdir, bəli. Yəni, birmənalı deyilənləri düzgün qəbul etməmək, tənqidi yanaşmaq, yəni neytral qəbul etmək bu, belə deyək də, verilən fikirlərin doğru və ya yanlışlığını yox, yəni bizim ona münasibətimizdən çox şey asılıdır. Belə deyək də, bizə hansısa bir bürclərlə bağlı proqnozlar verilir. Yəni biz ona mütləq inanmalıyıq və ya mütləq inanmamalıyıq deyil. Tənqidi yanaşmalıyıq. Yəni ola da bilər, olmaya da bilər. Biz qərarlarımızda ona əsaslanmamalıyıq. Ona görə C variantı doğru fikirdir. Astrologiya elminin əsas sahələrindən biridir. Astrologiya elmin əsas sahələrindən xeyr, elm sahəsi deyil, bayaq qeyd etdik. Proqnozlar dəqiqdir, bu da yox. Cavab C variantı. Növbəti sualda deyilir ki, fərqləndirilmiş söz mətndə hansı mənada işlədilmişdir? Elmi termin kimi hansıdır görə fərqləndirilmiş söz? Gəlin baxaq. Fenomen sözü. Fenomen sözünün mənası. Termin deyil, təxirə salınmaz hadisə deyil, tarixi anlayış deyil, cəmiyyət daxilində yayılmış hal, bəli. Fenomen, yəni cəmiyyətdə yayılmış, mövcud olan və hər kəs tərəfindən, belə deyək də, maraqla qeyri-adi şəkildə qarşılanan bir hadisə, fenomen bu mənadadır. Texniki termində deyil təbii ki, cavab D variantıdır. Mətnin informativ xarakter daşımasını göstərən əsas xüsusiyyət hansıdır? Deməli, informativ xarakterli mətnlər bizə məlumatı ötürür və orada emosionallıq yoxdur, bizi nəyəsə təhrik etmir. Sadəcə bizə informasiyanı verir, qəbul edib etməmək bizim əlimizdədir. Emosional ifadələrin çoxluğu yox, obrazlı təsvirlərin üstünlüyü yox, dialoji nitqin olması onu informativ etməz, faktların neytral təqdimi. Bəli, cavab budur. Bədii təsvir vasitələri də olmaz. Cavab D variantı. Növbəti sualda deyilir ki, aşağıdakı variantlardan hansında düzgün səbəb-nəticə əlaqəsi var? Astrologiya elm deyil, ona maraq azalır. Elm olmadığı üçün maraq azalmır. Əksinə biz bayaq qeyd etdik ki, kifayət qədər maraq artıbdır ona son dövrlərdə. Bu səhv fikirdir. Bizdən düzü soruşur. Qeyri-müəyyənlik artır, astrologiya maraq artır. Bəli. Bayaq buna oxşar bir mətn var idi cümlədə oxuduğumuz zaman. İndi gəlin baxaq. Baxın, deyir ki, astrologiya marağın azalmaq əvəzinə artması diqqət çəkir. Mütəxəssislər bunu insanların qeyri-müəyyənlik şəraitində psixoloji rahatlıq axtarması ilə izah edirlər. Qeyri-müəyyənlik şəraitində, deməli qeyri-müəyyənlik artır deyə astrologiya maraq artır. Cavab olur B variantı. Digər variantlar da özünü doğrultmayacaq. Sosial media yaranır deyə astrologiya yaranır olmaz. Bürclər öyrənilir, elmi nəticə əldə edilir. Xeyr, əldə edilmir. Tarixən dövlət işlərində istifadə edilir. Bu doğru faktdır, amma astrologiyanı etibarsızlaşdıran bu deyil. Elmi əsasları olmamasıdır onu etibarsızlaşdıran. Cavab oldu B variantı. 76-cı sualda altından xətt çəkilmiş ifadə mətndə hansı mənanı ifadə edir? Baxaq, hansı ifadənin altına xətt çəkilib? Tənqidi yanaşmaq.
Tənqidi yanaşmaq nə deməkdir bizdən soruşur. Tam inanmaq xeyir, qəbul etməmək xeyir, düşünərək və ehtiyatla yanaşmaq cavab budur. Yəni biz tənqidi yanaşırıq, onu olduğu kimi müsbətləri ilə, mənfiləri ilə qəbul edirik. Təbliğ etmək və rədd etmək cavabları da yanlışdır. C variantı olacaq. Buradan artıq qrammatika suallarımız başlayır. 10 dənə qrammatika sualının da izahını təqdim edəcəm. Burada 2-3 sual var ki, abituriyentlərin 90%-i bunu sınaq imtahanımızda səhv yazmışdı. Diqqətlə dinləyin. Baxaq görək bu səhvlər nə ilə bağlıdır? Niyə bunu səhv ediblər? Hansı cümlədə həm feili, həm də ismi birləşmə var? Elə bu sual diqqət çəkir. Bunu diqqətlə izləyin. Kəndin yarısı dedikləri ilə razılaşmırdı. Kəndin yarısı ismi birləşmə var. Dedikləri, amma feili birləşmə yoxdur. Feili sifət var, amma tərkib əmələ gətirməyib. Burada biri var, biri yox. Nə əkərsən, onu da biçərsən, heç biri yoxdur. Qələbə qazanmaq onun çoxdankı arzusu idi. Əksər abituriyentlər burada C variantını yazmışlar, amma cavab səhvdir. Ona görə ki, qələbə qazanmaq frazeoloji birləşmədir. Frazeoloji birləşmələr sabit söz birləşməsi sayılır, onlar feili birləşmə hesab olunmur. Onun çoxdankı arzusu ismi birləşmə. Yəni burada feili birləşmə olmadığı üçün cavab variantı seçilə bilməz. Əlində silah əngəlləri aşağı-aşağı irəliləyirdi. Əlində silah qeyri-təyini ismi birləşmədir. Əngəlləri aşağı-aşağı feili bağlama tərkibidir. Hər ikisi bu variantda özünü göstərir. Cavab oldu D variantı. E variantında da birinin peşmanlığı ismi birləşmə, başqasının xəyalı yenə ismi birləşmə. Bu da cavab ola bilməz. Doğru cavab D variantı. Hansı cümlədə mürəkkəb adın yazılışında səhvə yol verilib? Deməli, Beynəlxalq Qadınlar Günü mürəkkəb adı doğru yazılıb. Tərkibində gün sözü olan mürəkkəb adlarda bütün sözlər böyük hərflə başlayır. Doğru. Biz səhvi axtarırıq. Birləşmiş Millətlər Təşkilatı 1945-ci ildə yaradılmışdı. Bəli, təşkilat adları böyük hərflə yazılır bütün sözləri. Elm və Təhsil Naziri məsələyə münasibət bildirdi. Bəli, Elm və Təhsil Naziri, nazir sözü kiçik, digərləri böyük. Həmçinin içərisində köməkçi söz, yəni yardımcı söz olduğu üçün bu və sözü də kiçiklə yazılmalıdır, nazir sözü də. Amma yazılsaydı Elm və Təhsil Nazirliyi, onda nazirlik sözü böyüklə yazılmalıydı. Nazir kiçiklə yazılır. Burada da doğrudur. Səhiyyə Nazirliyi yayılan virusla bağlı önləyici tədbirlər həyata keçirir. Bəli, baxın, bayaqki sualdan fərqli olaraq burada nazirlik qurum adı olduğu üçün hər iki söz böyük hərflə başlayıb. Doğrudur. Azərbaycan Respublikasının baş naziri, baxın, burada nazir sözü kiçiklə olmalıdır. Bayaq qeyd etdik ki, nazir sözü kiçik hərflə yazılır. Cavab olur Y variantı. 79-cu sualda hansı cümlədə köməkçi intiqsələrinin sayı daha çoxdur soruşulur. İmtahandan uğur qazandığı üçün uşaqlarla birlikdə gəzməyə yollandı. 2 dənə var. Mənimlə birgə o kitab müzakirəsinə qatılmaq istəyirsənmi? 2 dənə var burada da. Nə gözəl kənddir, nə gözəl təbiəti və insanları var. İnsan lap heyran olur ki, nə ədat və bağlayıcı, lap ədat, ki ədat. Deməli 5 dənə köməkçi nitq hissəsi var. Bildiyimiz kimi qoşma və 2 dənə burada da savayı qoşma, ki bağlayıcı, yox, ki burada qüvvətləndirici ədatdır. Səndən savayı dünyada kimin var ki? Burada cümlənin ortasında gəlib özündən sonra vergül yazılmağına baxmayın. Ay dostum xitabı burada olmasa, səndən savayı dünyada kimin var ki? Bu ədat olaraq işləndiyini görmüş olarıq. Ədat, ayda çağırış nidası. Burada da 3 dənə var. Doğru cavab oldu C variantı. Növbəti suala baxaq. Hansı cümlədə düzəltmə sözlərin sayı daha çoxdur? Bu sualda səhv yazanların sayı çox oldu. Gəlin baxaq görək. Niyə? Bu ilki məhsul əvvəlki illərə baxanda daha çox oldu. Bu ilki mürəkkəb sözdür, düzəltmə deyil. Əvvəlki düzəltmədir və salam. Bircə dənə düzəltmə söz var. Deyilənlər düzəltmə. Görünür modal söz olduğu üçün biz buna artıq düzəltmə söz kimi yanaşmırıq. Feil olsaydı düzəltmə ola bilərdi. Təsir etməmişdi mürəkkəb. Burada bir dənə. Nəinki mürəkkəb sözdür. Adilinin heç onun yanındakiların da məsələdən xəbəri yox idi. Yanındakı düzəltmə və salam cəmi bir düzəltmə söz var. Dağılan sadə sözdür. Meyvələri yerdən yığan uşaqlar onları yeməyə başladılar. Burada başladılar bir dənə düzəltmə söz var. Ondan sonra xoşbəxtlik mürəkkəbdir.
maddi sadədir, üstünlük düzəltmə, mənəvi sadə, dəyərlərin sadə, zənginliyindədir. Bu isə düzəltmə. Deməli, cümlədə 2 düzəltmə söz var. Daha doğrusu, dəyməkdən dəyər burada 3 dənə düzəltmə sözə rast gəldik. Doğru cavab olur E variantı. Növbəti suala baxaq. Hansı variantda bir-biri ilə sintaktik əlaqədə olmayan cümlə üzvləri var? Bir-biri ilə sintaktik əlaqədə olmayan cümlə üzvləri, yəni tabelilik əlaqəsində sintaktik əlaqənin 2 növü var. Tabelilik və tabesizlik əlaqələri. Bir-biri ilə sintaktik əlaqəyə girə bilməyən üzvlər deyəndə, yəni bir-biri ilə tabelilik əlaqəsində ola bilməyən üzvləri nəzərdə tutmuşuq sualda. Bu da olacaq mübtəda, tamamlıq, bir də zərflik. Bu 3 cümlə üzvü heç bir zaman bir-biri ilə sintaktik əlaqəyə girə bilmir. Amma təyinlər isə bütün cümlə üzvləri ilə əlaqəyə girə bilir. Hansı cümlə üzvünün əvvəlində gələrsə ondan əlaqələnir. Tamamlıqla zərflik hər zaman xəbərlə əlaqələnir. Mübtəda ilə də xəbər əlaqələnir. Amma mübtəda, tamamlıq və zərflik bir-biri ilə əlaqələnməyən üzvlərdir. Demək, baxaq, həyətdəki toyuqlar itlərin ürüşməsindən qorxdular. Qorxdular xəbər, toyuqlar mübtəda, həyətdəki təyin. Nədən qorxdular? Daha doğrusu, nə səbəbə qorxdular? İtlərin hürüşməsindən qorxdular. Deməli, burada mübtəda və zərflik işlənib, ona görə də bir-birinə əlaqəli olmayan cümlə üzvləri buradadır. Körpələrin sevinci bizim sevincimizdir. Burada mübtəda və xəbər var. Bunlar da bir-biri ilə sintaktik əlaqədədirlər. Bu olmaz. Nə dedimsə eşitmədi. Tamamlıq, xəbər, bir də xəbər. Deməli, bir-birinə əlaqədə olmayan cümlə üzvləri yoxdur burada. Onun dedikləri əlqərəz doğru çıxdı. Əlqərəz ara sözdür. Bu ümumiyyətlə əlaqəyə girməz. Onun dedikləri mübtəda, çıxdı xəbər, doğru da olur zərflik. Bildiyimiz bu idi ki, onlar gəlməyəcəklər. Bildiyimiz mübtəda bu idi xəbər. Onlar mübtəda gəlməyəcəklər xəbər. Deməli, bu nümunədə 2 cümlə üzvü, 2 variant olacaq doğru. Deməli, sualda səhvlik oldu. A və D variantlarının hər ikisində bir-birindən sintaktik əlaqədə olmayan üzvlər işlənib. Növbəti variantda, növbəti suala baxaq. Hansı variantdakı sözlərin hər biri quruluşca müxtəlifdir? Nabələd düzəltmə, ön şəkilçidir burada. Naqis sadə, nəinki mürəkkəb. 2 sözdən ibarətdir. Oxuya bilmək mürəkkəb, bədbəxtlik mürəkkəb, keşməkeş sadə bu olmaz. Sarsıntı sadə, çilingər sadə, kitabxana düzəltmə olmaz. Qumsal düzəltmə, əks-inqilab mürəkkəb, vitse-prezident mürəkkəb bu olmaz. Qaldırmaq sadə, dağıtmaq sadə, kimyəvi sadə. Deməli, üçü də eyni quruluşa malikdir. Cavab olur A variantı. Növbəti sualda deyilir ki, feili birləşmə işlənmiş cümlə hansı variantdadır? Deməli, onun oxumağı hamının xoşuna gəlmişdi. Onun oxumağı ismi birləşmədir. Bunu feili birləşmə kimi qəbul etmirik. Ona görə çıxdıq. Öyrənməyin faydası yenə ismi birləşmədir. Qulaq asmaq frazeoloji birləşmədir. Bu ümumiyyətlə söz birləşməsi olaraq sərbəst söz birləşməsi deyil. Müəllimə qulaq asanlar, bu isə artıq sərbəst söz birləşməsidir, feili birləşmədir. Abituriyentlərin əksəriyyəti bu sualda da səhv yazmışdı. Cavab olaraq C götürmüşlər, amma cavab C ola bilməz. Qulaq asmaq və müəllimə qulaq asanlar belə baxanda bir-birinə çox oxşuyur. Sual yarana bilər ki, niyə qulaq asmaq söz feili birləşmə deyil, amma müəllimə qulaq asmaq feili birləşmədir? Ona görə ki, frazeoloji birləşmələr bir söz hesab olunur, bir leksik vahid. Bir leksik vahiddən ibarət söz birləşməsi, yəni sərbəst söz birləşməsi də mövcud deyil. İçərisinə müstəqil leksik mənalı söz əlavə edəndə artıq buradakı leksik vahidlərin sayı 2 olduğu üçün buna biz sərbəst söz birləşməsi deyə bilərik. Bu baxımdan yanaşanda belə bir ümumiləşdirmə aparmaq olar ki, hər hansı bir frazeoloji birləşmənin içərisinə müstəqil mənalı, yəni həqiqi mənalı söz əlavə etsəz, o zaman həmin birləşmə frazeoloji birləşmə olmaqdan çıxıb, həqiqi mənalı söz birləşməsinə çevriləcək, yəni feili birləşməyə çevriləcək. Buna görə də cavab olur D variantı. E variantında isə oxuyan bülbüldür, dinləyən qazdır. Burada söz birləşməsi yoxdur. Feili sifətlər var, amma tərkib əmələ gətirməyib. Maraqlı bir sual idi. İnşallah bundan sonra həmin sualı növbəti sınaqlarda qarşılaşdıqda səhv etməzsiniz. 84-cü sualda deyir ki, hansı sözlərin yazılışı və tələffüzü fərqlənir?
Əmanət olduğu kimi, ehtiram olduğu kimi, rütubət olduğu kimi tələffüz olunur. Möhtəşəm t-yə keçir, fərq var, amma bilikdir. Burada da r düşür, etibarlıda da l-r'ya keçir. Deməli, fərqlənənlər bunlardır. Çaxmaq q-xıya keçir, udlaq xıya keçir, qazaq dəyişmir. Ona görə bu da olmaz. Deməli, növbəti variantda çınar dəyişmir, xəzinə dəyişmir, qorxaq dəyişir. İki dənəsi uyğun gəlmədi, bu da ola bilməz. Kinayə dəyişmir, təsadüf dəyişmir, birgəlik sonda ki, xışlıq səsinə keçir. Ona görə də bu da variant olaraq seçilə bilməz. Cavab oldu B variantı. 85-ci suala baxaq. Hansı sırada sinonim cərgə pozulmuşdu? Mürəkkəb, çətin, müşkül. Bunlar sinonimlər sayılır, doğrudur. Ümid, inam, gözlənti doğrudur. Cəsarət, qoçaqlıq, igidlik. Bildiyimiz kimi sinonimlər mütləq şəkildə eyni nitq hissəsinə aid olmalıdır. Cəsarət isimdir, qoçaqlıq isimdir, igidlik isimdir. Bu olacaq. Laqeyd sifətdir, biganəlik isimdir, soyuqqanlılıq isimdir. Deməli, mənalarında oxşarlıq olsa da, bunların sinonim olması üçün laqeydlik olmalıydı və yaxud da laqeyd, biganə, soyuqqanlı olsaydı götürmək olardı. Amma laqeyd biri sifət ikisi isim olarsa sinonim cərgə pozulmuş sayılır. Məqsəd, amal, qayə bunlar da sinonimdir. Cavab oldu D variantı. Sonuncu sualın izahına da baxaq. Hansı cümlədə bağlayıcı fərqli sintaktik vəzifə yerinə yetirir? Gün mübtəda, batırdı xəbər. Niyə sintaktik təhlil edirəm? Bağlayıcının sintaktik vəzifəsi deyəndə ağlımıza gəlməlidir ki, bağlayıcılar sözləri bağlaya bilir. Bir də cümlələri bağlaya bilir. Yəni, cümlə üzvlərini ya cümlələri bağlamaq baxımından fərqli olanı seçəcəyik biz. Əksər abituriyentlər 90% bunu da səhv yazmışdılar. Gəlin, baxaq görək, səhvimiz nədədir? Gün batırdı və şəhəri yavaş-yavaş sükuta qərq edirdi. Qərq edirdi nə? Yenə də gün. Nəyi sükuta qərq edirdi? Daha doğrusu haranı şəhəri yavaş-yavaş tərz hərəkət zərfliyi nəyə qərq edirdi? Sükuta. Gördüyümüz kimi həmcins xəbərlər var. Hər ikisi eyni mübtədaya tabedir. Ona görə bu həmcins üzvləri bağlayıb burada qeyd eləyək. Həmcins üzvləri bağlayıb. Yəni, həmcins xəbərləri bağlayıbdır burada bağlayıcı və bağlayıcısı. Həm külək gücləndi, həm də ildırım çaxmağa başladı. Burada həm də bağlayıcısı var. Külək mübtəda, gücləndi xəbər, ildırım mübtəda, çaxmağa başladı xəbər. Deməli, iki cümlə olduğu üçün burada tabesiz mürəkkəb cümlənin tərəflərini bağlayıbdır. Sən gəlmədin və planlarımız yarımçıq qaldı. Sən mübtəda, gəlmədin xəbər, planlarımız mübtəda, qaldı xəbər, yarımçıq da zərflik. Deməli, burada da cümlələri bağlayıb və bağlayıcısı. Mən mübtəda danışdım xəbər, o mübtəda qulaq astı xəbər, diqqətlə zərflik. Deməli, burada isə bağlayıcısı, qarşılaşdırma bağlayıcısı cümlələri bağladı yenə. Onu çağırdım, onu tamamlıq çağırdım xəbər, lakin bağlayıcısı işlənib, cavab vermədi xəbər. Deməli, mübtədalar buraxılsa da bərpa edə bilərik, müəyyən şəxsli cümlədir. Mən onu çağırdım, lakin o cavab vermədi. Burada da cümlələri bağlayıb. Deməli, A variantındakı cümlədən fərqli olaraq digər bütün cümlələrdə bağlayıcılar tabesiz mürəkkəb cümlənin tərəflərini bağlayıb, A variantında isə həmcins xəbərləri bağlayıbdır. Bu da bizim cavabımız. İnanıram ki, bundan sonra bu tip suallar qarşınıza çıxsa, əminliklə yaza bilərsiniz. Faydalı oldusa videonu bəyənin, paylaşın, rəylərinizi bildirin. İnşallah növbəti sınaqların izahında görüşərik.